Müəllim, zəhmət olmasa 25-ci sual izah edə bilərsiniz? 25-ci sual. Aha. Deməli 25-ci sualda deyir ki, 12-nin x faizi 16 və 16-nın y faizi 12-dirsə, x bölünsün y bərabərdir sual. Deməli biz faiz dərsindən bilirik ki, ədədin faizini tapanda ədədi faiz göstərən ədədə vurub 100-ə bölürük. İndi 12-nin x faizini tapanda 12-ni x-ə vurub 100-ə bölürük. Deməli cavabımız alınır 16. İndi yəni 12 vurulsun x bərabərdir. Biz bunu çarpaz vursaq 16-nı vururuq 100-ə. 12 ilə 16-nı biz 4-ə ixtisar edə bilərik. Bu 4-ə 4 dəfə ixtisar gedir, bu 4-ə 3 dəfə. Və verilmiş tənliyi həll eləsək, x bərabər olur. 4-ü vururuq 100-ə 400, bölürük 3-ə. İndi ikinci etapımızda deyir ki, 16-nın y faizi 12-yə bərabərdir. İndi biz gəlin 16-nın y faizini tapaq. 16-nı vururuq y-ə, bölürük 100-ə, bərabər olur 12-yə. Çarpaz vursaq, 16 vurulsun y bərabərdir 12 vurulsun 100. Yenə eyni qayda ilə 4-ə ixtisar eləsək, burada 3, burada 4 qalır. İndi isə y bərabər olur 300 bölünsün 4-ə. Və son nəticə olaraq bizdən x bölünsün y-i soruşur. X bölünsün y. Yəni 3-də 400 bölünsün 4-də 300. Biz də bilirik ki, bölmə qaydasında birinci kəsir olduğu kimi qalır, ikinci tərsinə çevrilir. Yəni 3-də 400 vurulsun 300-də 4. İndi burada sıfırlar biz ixtisar eləsək, 4-ü 4-ə vururuq, eləyir 16, 3-ü 3-ə vururuq, eləyir 9. Doğru cavabımız 9-da 16, B variantı. Başa düşdün Məhəmməd? Bəli, müəllim, çox sağ ol. Aha.